Allahumma salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Bugün artıq bizim Peyğəmbərlər tarixi ilə əlaqəli 82-ci söhbətimizdir və keçən söhbətimizdə xatırlayırsınızsa biz Həzrəti Musa aleyhissalam barədə danışırdıq və qeyd eləmişdik ki, Firon öz qövmünə Həzrəti Musaya qarşı çıxmağa əmr eləyirdi, azğınlıq eləyirdi, küfr içində idi, özün Allah bilirdi və buna görə də Allah ona və ona tabi olan qövmünə, onun zadəganlarına, tərəfdarlarına ağır bəlalar, müxtəlif ilahi nişanələr, möcüzələr göndərdi. Yadınıza gəlir demişdik, müxtəlif bəlalar bir-birinin əvəz eləyir və Qur'ana əsasən 9 növ imtihan, bəla gəlir onların üzərinə. Və onlar hər dəfə bir bəla ilə üzləşən zaman gəlirdilər Həzrəti Musa aleyhissalamın yanına. Deyirdilər, biz peşmanıq, dua elə, bu bəla bizdən keçsin. Amma elə ki, bəla bitirdi, yenə də qaydırdılar öz küfürlərinə, tüğyan eləyirdilər və hətta aşırdılar. Əraf surəsi 133-cü ayədə buyurulur ki, biz onlara ayrı-ayrı möcüzələr, tufan, çəyirtkə, həşərat, qurbağa və qan göndərdi. Bu bəlaların hamısı barədə danışmışdıq və sonuncu qalan qan bəlası haqqında danışmamışdıq. Bugün inşallah o barədə bir qədər danışacağım. Bu qan bəlası nə idi? Allah onlara qan deyərkən nə nəzərdə tutulur? Tarixdə hansı məlumat var bu barədə? Bu qan bəlasının nə olması haqqında iki əsas versiya var. Ya onlardan biri düzgündür, ya da elə hər ikisi düzgündür. Birinci versiya və daha zəif versiya bundan ibarətdir ki, onlar burundan qan axması xəstəliyinə düçar oldular və hamısının burnundan səbəbsiz yerə qan axırdı və bu o qədər kütləvi hal almışdı ki, artıq onlar o burunlarından axan qanın nəticəsində onların paltarları tez-tez qana bulaşırdı və nəticədə qorxulu bir mənzərə yaranırdı. Kimi küçədə görürdünsə, yaxası başı qan içində olurdu. Bu ehtimal bir qədər zəifdir. Məcmə'ul Bəyan təfsirində sözü gedən ayənin izahında qeyd olunur və başqa kitablarda da qeyd olunur ki, qan möcüzəsi Misirdə olan su hövzələrinin və xüsusən Nil çayının suyunun bir gecənin içərisində qan rənginə bürünməsi və yaxud qana çevrilməsi idi. Bu daha etibarlı versiyadır. Nil elə bir şəkil almışdı ki, artıq onun suyu hansısa məqsədlə istifadə oluna bilmirdi. Cəmaat Nilə yaxınlaşırdı, su götürsün, qan. Gölməçələrə yaxınlaşırdılar, su götürsünlər, o da çevrilmişdi qana. Və Nil elə bir şəkil almışdı ki, artıq onun hər hansı bir məqsədlə istifadə olunması mümkünsüz bir hala gəlib çıxmışdı. Və bu da bütün Misir əhalisini, Firon tərəfdarlarını qorxuya salırdı. Bugün bizim əlimizdə olan Tövrat var, Tövrat kitabı ki var, həmin Tövratın çıxış fəslində qan müsibəti bölməsi var. Həmin bölmədə qeyd olunur ki, Musa öz əsasını Allahın əmri ilə suya vurmaqla Misirdə olan bütün su hövzələri qana büründü və ifunət iyi verməyə başladı. Hətta qeyd olunur ki, onların evə yığıb saxladıqları qabların içindəki su belə qana büründü. Və qeyd olunur ki, bu müddət 7, bir mənbədə isə 8 gün davam elədi. 7-8 gün qan və üfunəti hər yeri bürüdü və hətta deyirlər ki, o suya Bəni İsraillərdən olan bir nəfər toxunan kimi su çevrilirdi öz halına, amma Firon qövmü toxunan kimi su çevrilirdi qan halına. Ona görə də gəlirdilər Firon qövmünün qadınları Bəni İsrailli xanımların yanına ki, biz artıq içməyə su tapmırıq, sizdən xahiş edirik, bizim üçün qab su çəkin ki, su götürün ki, biz o sudan istifadə eləyək. Lakin onlar su çəkirdilər onlara. Olubisilərin əli dəyən kimi su yenə olurdu qan. Və bir yerə qədər gəldi çatdı ki, hətta deyirdilər ki, xahiş edirik, suyu ağzınıza alın, bizim ağzımıza tökün. Ki, o cür su içək.
Amma yenə də ağızlarına su düşən kimi çevrilib olurdu üfunətli bir qan. Bu 7-8 gün belə davam eləyir və Tövratda qeyd olunur ki, Firon qövmü, Misirlilər su tapmaq üçün başladılar quyular qazmağa ki, bəlkə o quyudan çıxan su ilə nicat taparlar. Quran və hətta bəziləri məcbur qalırdı, o üfunətli su içirdi. O qanlı su içirdi. Quran Əraf surəsi 133-cü ayənin davamında buyurur, onlar yenə də təkəbbürləndilər və günahkar bir tayfa oldular. Əraf surəsi 134 və 135-ci ayələrdə isə buyurulur, onlara əzab gələndə dedilər, ya Musa, bizim üçün Allahından səninlə olan əhdinə vəfa etməsini istə. Əgər bu əzabı Allah bizdən götürsə, biz sənə iman gətirəcəyik və İsrail oğullarını səninlə birgə göndərəcəyik. Hara gedirsiniz, gedin. Amma Allah buyurur davamında, elə ki əzabı bir müddət onlardan götürdük, onlar əhdlərini pozdular. Bu cür hərəkət təkcə onlara aid deyil. Bugün mən nə qədər adam görmüşəm, dindarların da içində var, qeyri-dindarların da olur ki, Allah məsələn onu biraz sıxıntıya salan kimi qaçır məscidə. Gəlir. Görürsən, hə, gəlib. O adam məsciddə görən kimi artıq bilmək olur ki, məsələn, yəqin bir sıxıntı var, yəqin bir bəlası var və yaxud çətinliyi var. Çoxsu da heç namaz qılmayanlar olurlar. Bəzən görürsən, gəlir. Hə, mən neyin, tövbə eləmək istəyirəm, başıma filan sıxıntılar gəlib, istəyirəm Allaha tərəf qaydım, lap yaxşı. Tövbə eləyir, günahlarından bağışlanmaq istəyir, başa salırıq və s. Bir gün, 2 gün, 3 gün vəziyyəti düzəldi, yoxa çıxdı. Yenə eşidirsən ki, yenə o günahın dalıncadır. Yenə elə əvvəlki vəziyyətinə qayıdıb. Məsələn, bəzi insanlar var, biraz çətinliyə düşən kimi, o pir sənin, bu pir mənim, o məscid sənin, bu məscid sənin, namaz qılır, dua eləyir və s. Amma vəziyyəti düzələn kimi tövbəsini də yaddan çıxardır, qayıdır yenə əvvəlki halına. Və bu qövmdə belə bir tayfa idi. Düzəlirdilər, yenə pis olurdular. Düzəlirdilər, yenə təkəbbürə qərq olurdular. Və bu, bizə bu ayələrdən aydın olur ki, bu qədər bəla onları bir dəfəlik qəflət yuxusundan oyada bilmədi. Və Musaya, nə Musanın, nə öz qövmünü, Musanın qövmünü sərbəst buraxmadılar. Artıq onlar öz təkəbbürləri ilə, öz loğalıqları ilə və küfürləri ilə, əhdibozan xislətləri ilə öz sonlarını hazırlamaq üzrə idilər. Artıq sonuncu intiqamın vaxtı yaxınlaşırdı. Əraf surəsi 136-cı ayədə buyurulur ki, biz də ayələrimizi yalan hesab eləyib, onlardan qafil olduqlarına görə nəhayət onlardan intiqam aldıq. Artıq Allahın intiqamının vaxtı çatdı. Hz. Musa aleyhissalamı Allah vəhyin nazil etdi ki, ya Musa, artıq intiqam vaxtıdır, sən öz duavı elə. Və Harun aleyhissalamı çağırdı yanına, dedi ki, mən bugün Firon və onun qövmünə bəddua eləyəcəyəm, yəni nifrin eləyəcəyəm, sən amin deyəcəksən. Çünki artıq heç bir çıxış yolu qalmamışdı. Heç bir çıxış yolu qalmamışdı. Ona görə də Harun aleyhissalamın amin deməyinə Musa aleyhissalam duaya başlayır. Musa dedi, Yunus surəsi 88 və 89-cu ayələrdə Musa aleyhissalamın etdiyi duanı Allah bizim üçün Quran-ı Kərimində qeyd edib. Musa aleyhissalam dedi, ey Rəbbimiz, sən Firona və tərəfdarlarına dünyada zinət və mal dövlət vermisən. Ey Rəbbimiz, onlar bəndələrini sənin yolundan azdırırlar. Ey Rəbbimiz, onların mal dövlətini məhv elə, ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirə bilməsinlər. Uca Allah isə buyurdu, duanızı qəbul etdim. Qətiyyətli olun, bilməyənlərin yoluna tabe olmayın. Musanın bu nifrini o zaman oldu ki, artıq heç bir ilahi nişanı olaraq kar eləyə bilmirdi. Bəzən bu nifrin, bu bəddua bizə onu göstərir ki, zalim insanlara gücü çatmayanda, görürsünüz, onlar başa düşmür, zülümlərində davam edirlər, onlara bəddua eləyin. Bu Peyğəmbərin sünnəsidir, Allah da bu duanı qəbul eləyir. Allah fikir verin, Hz. Musaya irad da tutmadı, Musa da Allah Peyğəmbəridir. Dua eləyən kimdə Allah qəbul elədi.
Dua eləyin ki, ilahi bu zalimləri məhv eləsən, bunlara qüdrət vermirsən, amma bunlar bunun nəticəsində belə işlər görürlər. Çünki artıq islah olma anlayışı, islah olmaq üçün etdiyi dualar qəbul olmadı. Yəni keçmədi, bu ümmət islah olmadı. Və Hz. Musa deyir ki, onların ürəklərin möhürlə. Bu nə deməkdir? Bu o deməkdir ki, bu təbii bir nəticədir. Yəni onların elədikləri o pis işlərin nəticəsində son nəticə bu olmalıydı ki, onların ürəkləri möhürlənsin və iman gətirmələri mümkün olmasın. Ya da iman gətirəndə artıq gec olmuş olsun. İndi görəcəksiniz ki, onların gətirdiyi iman gec olacaq. Allah bu imanı qəbul etməyəcək. Deməli, bu bədduadan sonra Məcməul Bəyan təfsirində və başqa təfsirlərdə də qeyd olunur ki, azğın qövmün malları daşa dönməyə başladı. Hz. Musa ki, dua elədi, onların malın məhv elə, onların bütün o mal dövlətləri başladı daşa dönməyə. Hətta qeyd olunur ki, onların yığdıqları mərcilər belə daşa dönməyə başladılar. Buğdalar belə daşa dönməyə başladılar. Amma onlar yenə də bununla da ayrılmaq istəmədilər. Nəhayət Allahın əmri gəldi. Şüəra surəsi ayə 52. Biz Musaya belə vəhy etdik. Bəndələrimlə birgə gecə ikən yola çıx. Siz şübhəsiz ki, təqib ediləcəksiniz. Dalğıca düşəcəklər. Baxın, bura deyir ki, Allah birincidə, sözün birinci hissəsində, birinci şəxsin cəmindən danışır. Biz vəhy etdik. Özünə biz deyir. Amma bəndələrimə, birinci şəxsin təkində danışır. Musaya deyəndə deyir, biz vəhy etdik. Demir bəndələrimizə, deyir bəndələrimə. Allah mehribanlığın burada bir daha bizə göstərir. Bəndələrini özünə nisbət verir. Artıq cəmdə demir bəndələrimizə. Deyir, vəhy etdik, amma bəndələrimə de. Ki, gecə ikən yola çıxın da tərpənin, çox gözləməyin. Onlar sizi görməsinlər deyə gecə ikən qaçın, amma bilin, təqib ediləcəksiniz. Və beləliklə Misirdən çıxmaq əmri gəldi artıq və Allahın əmri belə idi ki, Musa əleyhissalam öz qövmünü götürüb gecə ilə Misirdən çıxsın. Üzü hansı istiqamətə? Müqəddəs torpaqlara. Həzrəti Yəqub əleyhissalamın yaşadığı torpaqlara. Hara? Fələstin, Qüds ərazisinə. Lakin Allah Həzrəti Musa əleyhissalamı xəbərdar eləyir ki, bilin ki, Firon xəbər tutan kimi gələcək dalıvutcan. Bunu artıq indidən nəzərə alın. Həzrəti Musa öz qövmünə çıxmaq üçün hazırlıq göstərişi verdi. Deyirlər, bu hazırlıq çox surətli baş tutdu. Musa əleyhissalam dedi ki, nə götürə bilirsiniz, götürün, gecə ilə tərpənirik, çıxırıq. Və o böyük bir qövm gecə ilə düşdü çaxnaşmaya. Hərə kim nə götürə bilir, kimin əlinə nə keçir, mal heyvanatın götürən kim, yığdığı pulu, qızıl, gümüşü, nə varsa da bunların çox da şeyləri yox idi. Bir rəvayət oxumuşdum mən, tarixi rəvayət ki, onlar Misir qövmünün, Firon tərəfdarlarının deməli cəmaatı, malları ki daşa dönürdü, gətirib öz qızıl gümüşlərin təhvil vermişdilər Bəni İsrailin qadınlarına ki, bu sizdə əmanət qalsın, sizdə qalsa daşa dönməyəcək. Deyirlər ki, onlar elə o qızıl gümüşü də götürüb çıxdılar. Yəni, onların onlara verdiklərini də götürdülər. Çünki zaten o mallar qəsbi idi, elə o malları, o pulları onlar bu Bəni İsrailin onlara etdiyi xidmətin müqabilində qazanmışdılar. Elə bir mənada Bəni İsrailin haqqı idi o. Ona görə də təbii ki, şəriət hakimi də Həzrəti Musadır. Musa da Allahın əmri ilə icazə verə bilər. Burada bir problem yoxdur. Çünki qəsbi malı öz sahibinə qaytarmaq Peyğəmbərin vəzifəsidir. Yəni, bu sizə təəccüblü gəlməsin. Onlar oğurluq eləmir. Onlar öz mallarını Allah bir bəhanə ilə özlərinə qaytarır. Fikrimi yəqin başa düşürsünüz. Kimsə nəticə çıxartmasın. Musa Peyğəmbər niyə oğurluğa göz yumur? Xeyr. Elə bil məndən oğurladığım malı gətirib mənə əmanət verirlər. Şəriətin sahibi Peyğəmbərdir ki, halalını götür çıx. Və beləliklə bütün qızıl gümüşləri, nələri var idisə özləri ilə bərabər yükləyirlər özlərinə. Həzrəti Musa əleyhissalam gecə ikən, gecənin yarısı öz qövmünə sakitcə çıxmaq göstərişi verdi. Və bir tarix yazır ki,
bir neçə tarix yazır ki, onların ən az sayı qeyd olunur ki, 600 min nəfər idilər. Bəni İsrail qövmi. 600 min nəfər. Və bu qövm həmin gecə hazır vəziyyətdə Hz. Musa əleyhissalamın əmrin gözləyirdi və gecə ikən bu əmr ildırım surəti ilə onların arasında yayılır və beləliklə gecə ikən onlar böyük bir dəstə ilə Misirdən çıxaraq Qırmızı dəniz sahillərinə, şərq istiqamətinə yola düşürlər. Lakin bu qədər insanın birdən-birə yola çıxması aydın məsələdir ki, səs-küysüz ola bilməzdi. Məmurlar xəbər tutur, kəşfiyyatçılar xəbər tutur və Firona xəbər verirlər ki, bütün Bəni İsrail Misiri tərk etmək üzrədir. Şüəra surəsi 53-cü ayda buyurulur. Firon şəhərlərə səfərbərlik etmək üçün məmurlar göndərdi. Deməli, Firon dərhal əmr verir ki, bütün şəhərlərə xəbər göndərin, onlar mənə silahlı dəstələr göndərsinlər kömək məqsədi ilə. Firon böyük bir qoşun hazırlayır. Tarix xəbəri yazır ki, Firon 1 milyon insan olan nəhəng bir qoşun düzəldir. Təbii ki, hətta qeyd olunur ki, əvvəlcə öz vəziri Hamanı 700 min nəfərlik qoşunla göndərir onların dalıcan, özü isə bir neçə 100 min nəfər də götürərək onun ardınca gəlir. Bu rəqəmlər o dövr üçün bir qədər şişirtmə görünə bilər. Mənim də gözümə şişirtmə görünür. Biraz insan zehninə o dövrə uyğunlaşdırmaq çətinləşir bu rəqəmi. Çünki həmin dövrlərdə dünyada insan sayı olduqca az idi və bu qədər insanın birdən-birə orada yaşaması biraz ağla batan deyil, məntiqi deyil, tarixilik baxımından. Amma yenə də deyirəm, düzün Allah bilir, biz sadəcə tarixi məlumatları sizə bildiririk, düz də ola bilər. Çünki zaman-zaman müxtəlif müharibələrlə insan sayı dünyada azalıb, çoxalıb, azalıb, çoxalıb. Bu bəzən sosial məsələlərdən də əlaqəli olub, bəzən qıtlıq olub, bəzən epidemiyalar baş qaldırıb, insan sayı dünyada müəyyən qədər zəifliyib, bəzən artıb. Amma nəzərə almaq olar ki, Bəni İsrail qövmü çox sürətli bir artan qövmü idi, Hz. Yaqubun nəsli idi, oğul uşaqları çox olurdu. Amma bir məsələ var ki, Firon onların oğlanlarını qırmışdı. Hələ nə qədərini öldürmüşdü uşaqlarını. Buna rəğmən biraz 600 min nə dərəcədə düzgündür, səhvdir, bilmirik. Amma tarixi məlumatdır deyə mən sizin üçün deyirəm. Və bir hədisdə nəql olunur ki, mən bu qissənin yanında bir haşiyə olaraq bunu sizə danışmaq istəyirəm. Bir hədis nəql olunur ki, bir gün, bunu Əbu Musa, Peyğəmbər Səlvatullahdan nəql eləyir. Bir gün Peyğəmbər Səlvatullah bir bədəvi ərəbin yanına gəlir və bədəvi ərəbə ehtiram göstərir. Bədəvi ərəb də təzə iman gətirib. Peyğəmbər ona görür ki, bədəvi ərəb dayanıb kənarda, biraz Peyğəmbərə yaxın gəlməyə qorxur. Peyğəmbər deyir, yaxın gəl, yanımıza gəl. O gəlir Peyğəmbərin yanına, Allah elçisi ona buyurur ki, ehtiyacı istə məndən. Yəni, nə dərdin var, nə ehtiyacın var? O deyir ki, minik vasitəsi kimi bir dənə dişi dəvə və ailəm üçün də bir dənə sağmal keçi verə bilərsən mənə. Dəvə istəyir, bir də keçi istəyir. Allah Rəsulü deyir ki, İsrail, Bəni İsraildən olan qoca qarı qədər olmaqda da acizsiniz. Belə bir sual verir. Nə deməkdir bu? Niyə bir qoca qadını, Bəni İsrailli qoca qadını Peyğəmbər o ərəbə misal çəkir? Yəni, sənin Peyğəmbərdən istəyəcəyin şey deyil axı bu. Allah sənə fürsət verib. O boyda Peyğəmbər deyir, istə məndən. Sən gör nə istəyən Peyğəmbərdən? Dəvə, keçi. Deməli, nə baş verib? Bu qoca qadın niyə misal çəkilir Peyğəmbər tərəfindən? Deməli, Hz. Musa əleyhissalam Misir cəmaatını, Bəni İsrail cəmaatını gecə ikən Misirdən çıxardanda onlar gecə yolu azırlar. Peyğəmbər də olsa belə bəzən yolu aza bilir. Yolunu azmır ha, o iman baxımından yox, getdiyi yolu aza bilir. Çünki yadınıza gəlir, mən sizə danışmışdım, bir baxımından onlar qaydanda da Misirə yollarını azmışlar. Allah onları gətirib çıxartmışdı, Musa əleyhissalamı gətirib çıxartmışdı Tur dağına. Orada Allahla ünsiyyət qurmuşdu. Gedib ot tapmaq üçün çıxmışdı səfərə, gəlir Tur dağına çıxır, orada Allah ilə söhbət edir və s. Deməli, burada da yol
itir, gecədir, tapa bilmirlər yolu. Həzrət Musa hikmət sahibidir, peyğəmbərdir. O deyir, yox, burada nəsə bir sir var. Biz boş yerə Allah bizim yolumuzu itirməyimizə səbəb ola bilməz. Nəsə problem var. Yığır Bəni İsrailin böyüklərini. Soruşur ki, sizcə bunun səbəbi nədir ki, biz yolumuzu azdıq? Onlar deyirlər ki, Həzrəti Yusuf əleyhissalam, yəni bizim cəddimiz, bizim qövmümüzün 12 nəsil başçısı ki var idi, şəcərə başçısı ki var idi, 12 qardaş, onlardan biri, onların ən yaxşısı Həzrəti Yusuf əleyhissalam öləndə bizim qövmün başçılarına, öz övladlarına, öz qardaşı balalarına and içdirdi ki, onun cənazəsini Misir torpağından çıxardıb özləri ilə aparmayınca Misirdən çıxmasınlar. İndi biz Həzrəti Yusufun duasına görə Misirdən çıxa bilmirik. Gedək, onun cənazəsini tapaq, cənazəsini də özümüzlə bərabər götürək. Çünki Peyğəmbərin vəsiyyətidir. Həzrəti Musa əleyhissalam buyurur ki, bəli, bu vəsiyyətə əməl olunmalıdır. Bəs kim bilir Həzrəti Yusufun qəbrinin yerini? Çünki qəbrin yerini itirmişdilər. Bir baxımından bunun da səbəb bu idi ki, küfr başçıları Həzrəti Yusufdan acıq çıxmaq üçün onun qəbrinə hörmətsizlik eləməsinlər deyə. Maraqlanırlar, heç kimin yadına gəlmir Həzrəti Yusuf harada dəfn olunub. Və sonra deyirlər ki, İsrail oğullarından bir neçə 100 yaşı olan bir qoca qarı var. Nə bilim, 200 yaşı var, 300 yaşı var. O bəlkə bilər Həzrəti Yusufun məzarı hardadır. Musa onun dalınca adam göndərir, onu tapırlar o boyda cəmaatın arasından, gətirirlər Musanın yanına. Həzrət Musa deyir, Yusufun qəbrini mənə göstər. O dedi ki, istəyimi mənə verməyənə qədər Yusufun qəbrinin yerini deməyəcəyəm. Musa soruşdu, sənin istəyin nədir? O dedi ki, cənnətdə sənin yanında olmaq. Buna zaminsənsə, Yusufun qəbrinin yerini deyim. Allahdan Həzrəti Musaya vəhiy gəldi. Musa öz başına cavab vermədi. Hə, mənim yanımda olacaqsan, xoş gəlmirsən. Musa əleyhissalam Allaha ehtiram göstərir. Çünki cənnətin sahibi Allahdır. Musa deyil ki, hər adamı çəksin öz yanına. Allahdan cavab gözlədi, Allahdan vəhiy gəldi. Ya Musa, onun istəyini ona vəd ver. O cənnətdə sənin yanında olacaq, denən göstərsin yerini. Və beləliklə qadın onları bir gölün kənarına gətirdi. Durğun suyun, axmayan suyun yerinə gətirib çıxartdı. Dedi ki, buradakı suyu qurudun, bunun altındadır. Və Musa əleyhissalam əmr elədi, tez o suyu arxlar çəkdilər, qurutdular və torpağı qazanda Həzrəti Yusuf əleyhissalamın mübarək cəsədin, mübarək cənazəsinin üzə çıxartdılar. Və Yusuf əleyhissalamın bədənin çıxardıb yola qoyan kimi Allahın bir nuru saçdı ki, yolun istiqaməti olaraq göstərildi. Artıq bildilər ki, yol artıq hansı istiqamətləndə hardan getməlidirlər. Və Həzrəti Yusufun da mübarək cənazəsini özləri ilə bərabər götürərək yola düşdülər Qırmızı dəniz istiqamətinə. Ona görə Həzrəti Yusuf Misirdə vəfat etməsinə rəğmən onun mübarək qəbri şərifi Fələstin torpaqlarındadır. Və Həzrəti Yusuf əleyhissalamın cənazəsi ilə birgə yola düşən bu qövm gəldir, yavaş-yavaş çatır öz mənzilgahına. Şüəra surəsi 54, 55, 56-cı ayələrdə Fironun dilindən buyurulur. Onlar həqiqətən kiçik bir tayfadırlar. Firona baxın, 600 min nəfərə deyir ki, onlar həqiqətən kiçik bir tayfadırlar. Həqiqətən onlar bizi qəzəbləndirmişlər. Biz isə əlbəttə ki, döyüşə hazır bir cəmaatıq. Firon öz gücünə, öz sayına, ordusunun qüvvəsinə o qədər arxayın idi ki, Bəni İsrailin sayının o qədər olması onu qorxutmurdu və özün güclü bilirdi. Firon çox böyük bir nizami, silahlı ordu ilə 2 günlük məsafə ilə onların ardınca yola düşür. Bunlar gedəndən sonra 2 günün ərzində Firon ordunu düzəldir və onların ardınca yola düşür. Həzrəti Musa əleyhissalamla bərabər müqəddəs torpaqlara keçmək üçün gələn Bəni İsrail qövmü nəhayət çətin bir səfərdən sonra gəlib çıxırlar Qırmızı dənizin sahilinə, Misirin şərq hissəsinə. Və artıq onlar o getmək istədikləri torpaqla onların arasında bir dəniz məsafəsi var idi. Çox zaman bunu Nil çayı ilə səhv salırlar. Nil çayı deyil bu dəniz.
Nil çayı balaca bir belə deyək çaydır. Dünyanın ən uzun çayı olmasına baxmayaraq, yəni o yarılma, o batma hadisəsi Nildə baş verməyib. Buna əmin ola bilərsiniz. Çox adamlar səhv salırlar Nillə. Çünki Firon qoşunları üçün Nili keçmək çox asan idi. Onların qayıqları da var idi. Onlar zaten Nillə məşğul olan, Nildə qayıq sürən qövm idilər. Amma Allah onları gətirib çıxartdı dənizin sahilinə və Həzrət Musa əleyhissalamın qövmü, burada sizə elə gələr ki, məsələn, qövm Nili keçə bilmədi, gəldilər, çatdılar ki, vay ay Allah, biz çayı keçəmirik. Onların çayı keçmək üçün çox idi imkanlar. Yəni, Nil çayını keçmək o boyda qövm üçün 2-2 idi. Sal düzəldərdilər, qayıq düzəldərdilər. Yəni, çayı rahatlıqla keçmək mümkün idi. Ona görə bu çay deyil. Qırmızı dənizdən söhbət gedir. Və dənizin kənarında düşərgə saldılar ki, bir qədər dincəlsinlər. Bir hədisdə, bunu sizə danışmışdım. Şüəra surəsinin 60-cı ayəsində buyurulur. Onlar İsrail oğullarını təqib etdilər, günəş üfüqdən qalxan vaxt onlara çatdılar. İkinci gün bitəndən sonra Bəni İsrail qalxdı, səhər tezdən gördü ki, artıq günəş çıxır və bir tərəfdən də böyük bir qoşunun səsküyü gəlir, toz torpağı qalxıb. Və onlar Firon qoşununun onlara yaxınlaşdığını görüb bəlk narahat olmağa başladılar. Şüəra surəsi ayə 61-də buyurulur ki, iki dəstə bir-birini gördükdə Musanın səhabələri dedilər, eyvay biz yaxalandıq, bizi tutdular. Bu ayədən görürük ki, Musanın qövmü bərk qorxuya düşdü. Çünki onlar yaxşı bilirdi ki, Fironla döyüşə bilmək qüdrətləri yoxdur, silahları o qədər deyil və s. O qədər narahat oldular ki, hətta gəlib bəziləri Həzrət Musa əleyhissalamı qınadı ki, əşi oturmuşduq da gül kimi köləkdik, eybi yox. İndi gətirdin bizi bura, burada nə çayda, dənizdən üzüb keçə bilirik, nə də Fironla döyüşə bilirik. Burada bunlar bizim hamımızı qılıncdan keçirəcəklər və buna günahkar da sənsən. İndi zəhmət çək bir çıxış yolu göstər. Səbirsizlik elədilər. Həzrət Musa əleyhissalam o boyda möcüzələr göstərib, Allahın nişanələrini görüblər, çox imtihanları görüblər, Allahın gətirdiyi bəlaları görüblər. Buna rəğmən yenə də səbirsizlənirlər. Başladılar Musa əleyhissalamla mübahisə eləməyə ki, nə oldu bəs? Həzrət Musa əleyhissalam isə bunları səbrə dəvət eləyirdi, amma elə bir vəziyyət yaranmışdı ki, artıq Musa əleyhissalama qarşı çıxmaq ərəfəsində idilər. Və bundan sonra nələr baş verəcək, Allah nəsib eləsə, gələn söhbətimizdə inşallah danışacağıq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.